Bir məkanda hər birimiz üçün bir rəqəmsal mən doğulur. Bu mən ya həqiqi birinə çox oxşar və ya tam əksinə daha cəsarətli, daha inamlı, daha aqressiv və ya daha ideal ola bilir. Bir məkanda real təmas və ya individuallıq yox olduğundan bu görünməzlik artıq internet istifadəçilərinə sanki bir azadlıq hissini verir, daxili məhdudiyyətləri aradan qaldırır. Real həyatda etik normalara əməl edən insan artıq onlayn mühitdə, şəbəkədə kəskin və əxlaqi dəyərlərə zidd olan ifadələrə belə müraciət edə bilir. Qaydalar onları pozmaq üçündür ifadəsi çox vaxt zarafatla istifadə edilsə də, artıq onlayn mühitdə biz bir çox etik qaydaların pozulmasının şahidi oluruq. Bu sözlər yaradıcı düşüncə ifadəsi kimi işlədilsə də unutmamalıyıq ki, qaydalar bir cəmiyyətin nizamını, təhlükəsizliyini və insan davranışlarını tənzimləmək üçündür. Sosial mediada etik sərhədlər. Bir cümlə yazıram da, nə olacaq? Hamı yazır. Bəli, bir cümlə, bir saniyə, bir toxunuş. Amma bəzən bu bir cümlə 1000 nəfərin əsəbinə toxunur. Əsəbləşmişəm. Bu da mənim fikrimdir. Kim istəmir, oxumasın. Oxuyurlar, paylaşırlar və artıq bu fikir olmur. İctimai davranış olur. Təhqirdir də. Hamı eləyir. Hamı eləyirdi. Amma artıq hamı cavabdehdir. Bugün sosial şəbəkələrdə bir cümlə yazmaq bir saniyə çəkir. Amma onun yaratdığı təsir bütöv bir cəmiyyətə təsir edir. Söyüş, aqressiv ifadələr, təhqir, xüsusilə açıq platformalarda adi hal kimi qəbul olunur. Cənab Prezident İlham Əliyevin imzaladığı yeni qərar isə virtual məkanda bu davranışların hüquqi məsuliyyətini gücləndirir. Son illər sosial şəbəkələrdə etik normaların pozulması adi hala çevrilib. Aparılan monitorinqlər göstərir ki, ictimaiyyətə açıq platformalarda aqressiv ifadələr, təhqir və əxlaqsız jestlər daha çox izlənmə və paylaşım toplayır. Bu isə cəmiyyətin informasiya mühitinə birbaşa təsir edir. Bəli, sosial media azad platformadır. Sosial media hər birimizin müstəqil şəkildə öz fikirlərimizi, baxışlarımızı təqdim etməyimiz üçün bir platformadır, bir pəncərədir. Amma digər bir tərəfdən biz ictimai məsuliyyət hissimizi də unutmamalıyıq. Yəni, sosial media alətlərindən əslində elə informasiya təhlükəsizliyi və ya sosial media ilə bağlı olan təhlükəsizlik məsələlərinin də kökünü, əsasını bu təşkil edir. Məsuliyyət hissini unutmamaq. Rəqəmsal mühitdə məsuliyyət anlayışı real həyatdakı qaydalarla eyni sürətlə formalaşmayıb. Məhz bu səbəbdən sosial platformalarda aqressiv davranış, təhqir və əxlaqsız jestlər tez-tez cəzasızlıq təəssüratı yaradır. Yeni normativ dəyişikliklər bu boşluğu aradan qaldırmağa yönəlib. Qanunvericiliyə edilmiş bu dəyişiklik ilk növbədə informasiya ehtiyatlarında yayımlanan, ictimai maraqlarımıza uyğun gəlməyən, ümumilikdə fərdlər arasındakı münasibətlərdə gərginliklər yaradan, cəmiyyətdəki mövcud olan əxlaqi normaları pozan və bu və digər şəkildə milli mənəvi dəyərlərimizi sarsıdan bu cür kontentlərin də aradan qaldırılmasına təbii ki, hüquqi bazanı təklif edir. Prezident İlham Əliyevin təsdiqlədiyi qanunvericilik dəyişiklikləri sosial mediada etik normaların və hüquqi çərçivənin qorunmasına yönəlib. Bu yanaşma xüsusilə uşaqların və gənclərin psixoloji təhlükəsizliyinin təmin edilməsinə, zorakılıq və aqressiv davranışların təşviqinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Qanuna əsasən cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə 50 manatdan 100 manatadək cərimə və ya 15 günədək inzibati həbs tətbiq oluna bilər. Əgər bu hallar internetdə kütləvi nümayiş etdirilərsə, cərimə 500 manatdan 1000 manatadək yüksəlir. Təkrar pozuntular isə daha ağır 2000 manatadək cərimə və 2 ayadək inzibati həbs ilə nəticələnə bilər. Virtual məkan sərhədsiz görünsə də məsuliyyətsiz deyil. Yeni dəyişiklik göstərir ki, cəmiyyətə olan hörmətsizlik real həyatda olduğu kimi internetdə də cavabsız qalmayacaq.